Salam değerli izleyiciler, 3 oktyabr 2025-ci il ictimai nəqliyyatda qiymət artımının ardınca su tarifləri də dəyişə bilər. Rəsmi açıqlamanı diqqətinizə çatdırıram və burada üstəgəl işarəsi görünürsə bir dəfə üzərinə vurun ki, digər xəbərlərimizi də izləyə biləsiniz. Değerli izleyiciler, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov bildirib ki, su tarifləri ilə bağlı ADSEA olaraq Türkiyə və Avropa ölkələrinin təcrübələrini araşdırmışıq. Bu ölkələrdə geniş tətbiq edilən mexanizmlərdən biri diferensial tarif qaydasıdır və ADSEA rəsmisi bildirib ki, sudan səmərəli istifadə üzrə milli su strategiyamızda bu öz əksini tapıb, strategiyada hədəf kimi göstərilib. Hazırda bu məsələnin təhlil aparılır. Təhlil başa çatdıqdan sonra müvafiq təklifimizi Tarif Şurasına təqdim edəcəyik və qeyd edib ki, burada əsas məqsəd əhalinin daha az təminatlı hissəsini, necə deyərlər, qorumaqdır. İkinci mərhələdə daha çox su istifadə edənlər üçün tariflər daha yüksək müəyyənləşdirilir ki, qənaət təşviq edilsin. Bundan əlavə kommersiya subyektləri var ki, onlar sudan istifadə edərək gəlir əldə edirlər. Onlar üçün də ayrıca fərqli tariflər müəyyənləşdirilir. Bu məsələ üzərində iş davam edir. Hələ təklifimizi rəsmi olaraq təqdim etməmişik.